Bu dərsimizdə biz kəsr ədədlərinin toplanması və çıxılmasını öyrənəcəyik. Bunlar çox sadədir, kəsr ədədləri toplayıb çıxmaq. Misal üçün, tutaq ki, 2 dənə kəsr ədəd verilib. 7-də 3 kəsri və 7-də 2 kəsri. Və əgər biz bu kəsrləri toplamaq istəyiriksə, bu zaman aşağıdakı qaydadan istifadə edirik. Məxrəc olduğu kimi qalır, dəyişmir, sadəcə sürətləri toplayırıq. Yəni 3 üstəgəlsin 2. O da bərabər olur 7-də 3-ün üstünə 2 gəlir 5. 5 ilə biz bu iki kəsrin toplanmasının nəticəsi elədi. 7-də 3 üstəgəlsin 7-də 2 elədi 7-də 5. Yəni bu qədər sadə. Başqa bir nümunəyə baxaq. Tutaq ki, tələb olunur 17-də 9 kəsri ilə 17-də 2 kəsrin toplamaq. Yenə eyni qaydadan istifadə edərək məxrəc olduğu kimi saxlayırıq. 17 sürətlərə toplayırıq. 9 üstəgəlsin 2. O da bərabər olur 17-də 11-ə. Kəsirlərin çıxılması da eyni qayda ilə yerinə yetirilir. Misal üçün, verilib 9-da 5 kəsri və ondan çıxmalıyıq 9-da 1 kəsri. Bərabərdir, məxrəcə dəymirik, olduğu kimi qalır. Sürətləri çıxırıq. 5 çıxaq 1, o da bərabərdir 9-da 4. Digər bir nümunəyə baxaq. 21-də 13 çıxılsın 21-də 8. Bərabər olacaq 21-də məxrəcə dəymirik, sürətlərə çıxırıq. 13 çıxılsın 8. O da bərabərdir 21-də 5. Və gördüyümüz kimi kəsirlərin toplanması, çıxılması çox sadədir. Lakin aydın məsələ ki, burada məsələni sadə edən baxdığımız bütün nümunələrdə ki, kəsirlərin məxrəclərinin eyni olmasıdır. Əgər kəsirlərin məxrəcləri fərqli olsa, misal üçün desələr ki, 8-də 3 kəsrin üzərinə gələk 11-də 5 kəsrin, biz öyrəndik ki, məxrəcləri olduğu kimi saxlayırıq. Ancaq indi biz burada hansı məxrəci götürəcəyik və sürətləri də necə toplayacaq? Deməli, bu adlanır məxrəcləri müxtəlif olan kəsirlərin toplanması, çıxılması. Onun üçün əvvəlcə ortaq məxrəcə gətirmək lazımdır bu kəsirləri ki, bu ilə də biz gələn dərslərimizdə məşğul olacağıq.